Müsavat Partiyasının başkanı İsa Qəmbərə söz verirəm. Buyurun İsa bəy. Əziz bacılarım və qardaşlarım, hörmətli Novxanı ağsaqqalları və ziyalıları, hamınızı salamlayıram və Rəsulzadə günü münasibəti ilə hamınızı təbrik edirəm. Məhəmməd Əmin Rəsulzadə Novxanı kəndində dünyaya göz açıb və təkcə Azərbaycan üçün deyil və hətta təkcə Türk dünyası üçün deyil, bütün bəşəriyyət üçün ən önəmli insanlardan, mütəfəkkirlərdən, elm adamlarından, siyasət və dövlət adamlarından biri olubdur. Rəsulzadənin irsi o qədər zəngindir ki, o qədər möhtəşəmdir ki, bugünə qədər nə qədər təhqiqatlar aparılsa da bizim dəyərli alimlərimiz, ziyalılarımız nə qədər kitablar, məqalələr yazsalar da Rəsulzadə mirasının çox cüzi bir hissəsi araşdırılıb və cəmiyyətə təqdim edilib. Bu iş 10 illərlə davam edəcək və bitən bir məsələ deyil. Çünki biz özümüz də Rəsulzadəni nə qədər bilsək də, öyrənməyə çalışsaq da hər gün onun haqqında yeni bir faktlar eşidirik. Hər gün onun daha bir müdrik sözünü oxuyuruq. Onun məsələlərə münasibətini görürük və fəxr edirik ki, biz də Məhəmməd Əmin Rəsulzadənin başlatdığı, apardığı yolun iştirakçılarıyıq, davamçılarıyıq. Məhəmməd Əmin Rəsulzadə elə bir şəxsiyyətdir ki, bugünkü Azərbaycanda fəxr etdiyimiz nələr varsa, demək olar ki, hamısı Rəsulzadənin adı ilə bağlıdır. Biz Cumhuriyyətimizlə fəxr edirik, Şərqdə ilk parlament respublika qurmağımızla fəxr edirik, qadınlara səs verilməsi ilə fəxr edirik, müsavatçılığın yaradılması ilə fəxr edirik, Müsavat Partiyası ilə fəxr edirik, bayrağımızla, gerbimizlə, himnimizlə qürur duyuruq. Bu sadalatlıqlarımın hamısının yaranmasında Məhəmməd Əmin Rəsulzadənin bilavasitə iştirakı və təsiri olub. Hələ mən hər şeyi demirəm. Bakı Dövlət Universitetində Rəsulzadənin təşəbbüsü ilə yaradılıbdır. Digər bir çox addımlar da onun təşəbbüsü ilə və onun iştirakı ilə atılıbdır. Yəni Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixi üçün, Azərbaycan mənliyi üçün, Azərbaycan kimliyi üçün həlledici bir amildir. Və Məhəmməd Əmin Rəsulzadənin xidmətləri sadəcə Cumhuriyyətin qurulması və 2 illik Cumhuriyyət dönəmi ilə yekunlaşmır. Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan üçün və dünya üçün ən böyük önəmi həm də ondan ibarətdir ki, Məhəmməd Əmin Rəsulzadə ömrünün son gününə, son saatına, son saniyəsinə qədər vətənə, millətə, haqqa, ədalətə, bəşəriyyətə xidmətini davam elətdiribdir. Və o müddətdə ən əsası Məhəmməd Əmin Rəsulzadə istiqlal ideyasını, azadlıq ideyasını, müstəqil Azərbaycan ideyasını yaşadıbdır, təqdim eləyibdir və yenidən Azərbaycanın yeni nəsillərinə təqdim eləyibdir bu dəyərləri. Və 10 illər ərzində Məhəmməd Əmin Rəsulzadənin varlığı və onun fəaliyyəti insanlarda, Azərbaycanda və bütün dünyada yaşayan soydaşlarımızda Azərbaycanın gələcəyinə, müstəqilliyinə inam yaradıbdır. İnsanlar inana biliblər ki, bu Sovet imperiyası çökəcək və Azərbaycan yenidən bir müstəqil dövlət kimi mövcud olacaq, fəaliyyət göstərəcək. Məhəmməd Əmin Rəsulzadə bütün sahələrdə böyük, çox nəhəng işlər görübdür. Azərbaycanın tarixi sahəsində çox önəmli əsərləri var Rəsulzadənin. Azərbaycanın ədəbiyyatı olsun, poeziyası olsun, bütün sahələrdə Məhəmməd Əmin Rəsulzadənin möhtəşəm əsərləri, yazıları, çıxışları olubdur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan yolunu təkcə müsavatçılığı yaratmaqla, Müsavat Partiyasını yaratmaqla deyil, o 1955-ci ilə qədər, həyatının son gününə qədər, martın 5-də davam elətdiribdir. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın qonşu dövlətlərə münasibəti ilə bağlı bir çox əsərlər yazıb, fikirlər söyləyib ki, bugünə qədər də həmin fikirlər bizim üçün aktualdır. İstər Məhəmməd Əmin Rəsulzadənin Rusiya ilə bağlı dediklərini, istər İranla bağlı dediklərini qaldırın, baxın, nə cür dahiliklə, uzaq görənliklə təkcə yaşadığı dövrəyə, sonraki 10 illiklər üçün də Azərbaycanın bu təhlükələrlə bağlı nə cür davranmalı olacağının sirlərini, istiqamətlərini Məhəmməd Əmin Rəsulzadə yazıbdır. Eyni zamanda dünya ilə münasibətlərin qurulmasının, Avropa ölkələrlə münasibəti, Amerika Birləşmiş Ştatlarına münasibəti, Türkiyə ilə birlik və bərabərlik ideyasını, bunların hamısını Məhəmməd Əmin Rəsulzadə əsərlərində yazıbdır, ortaya qoyubdur və bugünə qədər də onun yazdıqları, onun əsərləri bizim üçün sadəcə qürur mənbəyi deyil, həm də bir yol xəritəsidir, həm də bir istiqamətdir, rəhbərlik ki, Azərbaycan xalqı düzgün qərarlar qəbul etsin və bu çətin, mürəkkəb dünyada, çətin zamanlarda düzgün qərarlar qəbul edə bilsin.
Təsadüf deyil ki, Azərbaycanın 1955-ci ildən sonraki bugünə qədərki də bütün uğurları, bütün yaxşı addımları Rəssuzadə yoluna sədaqətdən irəli gəlibdir. Yəni 80-ci illərin ortalarında Azərbaycanda yenidən müstəqillik hərəkatı formalaşmağa başlayanda, xalq fəallaşmağa başlayanda, Əbülfəz Elçibəy kimi bir lider ortaya çıxanda da Rəsulzadənin irsinə, müsavatçılıq dəyərlərinə, müsavatçılıq proqramlarına əsaslanaraq o proses gedibdir. Əbülfəz Elçibəyin hələ 70-ci illərdə Ərəb dünyasından Rəsulzadənin 1936-cı ildə Müsavat Partiyasının qurultayındakı proqram sənədi ki var, o sənədi gizli şəkildə Bakıya gətirməsi, Bakıda ziyalılar arasında, gənclər arasında müsavatçılığı təbliğ etməyə başlaması da tarixi bir faktdır və təsadüfi bir fakt deyil. Və Rəsulzadənin məşhur sözü var ki, o bayraq bir dəfə qalxıb bir daha enməyəcək. O bayraq xalqımızın, gənclərimizin ürəyinə enibdir və bir gün gənclərimiz onu yenidən yüksəldəcəklər. Onu da, o dahiyanə sözü də, Rəsulzadənin o dediyi mürəkkəb sözü də Elçibəy həyata keçirib. Elçibəyin silahdaşları və bir qədər qeyri-təvazökar olsa da bizlər həyata keçirmişik və yenidən Azərbaycanın müstəqillik həyatının yaşamasını təmin eləmişik, Azərbaycanın müstəqilliyini bərpa eləmişik. Və bugün də Müsavat Partiyası olaraq biz Azərbaycanımıza xidmətimizi davam elətdiririk. Və bunun üçün mən bütün müsavatçılara, burada yığışan yüzlərlə müsavatçılara və sizin simanızda minlərlə, 10 minlərdən müsavat üzvlərinə və müsavat tərəfdarlarına, müsavat təşviqçilərinə hörmətimi, sayğımı bildirirəm. Çünki belə bir mürəkkəb zamanda müsavatçı olmaq özü bir qəhrəmanlıqdır, özü bir fədakarlıqdır, özü Azərbaycana xidmətin çox önəmli bir səhifəsidir. Və biz Müsavat Partiyası olaraq bugün dünyanın ən mürəkkəb mövzuları ilə bağlı mövqe formalaşdırmaq istəyəndə, müsavatın qərarlarını vermək istəyəndə təkcə bugünkü informasiya və bugünkü təhlilə əsaslanmırıq. Həm də biz baxırıq ki, zamanında Məhəmməd Rəssada bu mövzuda nə deyib, nə yazıb, nə təklif edibdir. Baxırıq ki, Elçibəyin yanaşması siyasət necə olub məsələlərdə və bu amilləri nəzərə alaraq biz qərarlarımızı qəbul edirik. Dəfələrlə demişik, yenə də deyirik ki, Azərbaycanın xilas yolu da, uğur yolu da, qələbə yolu da Rəsulzadə Elçibəy yolundadır. Yalnız bu yola sadiq olan insanlar uğur qazana bilərlər. Yalnız bu yola sadiq qalmaqla Azərbaycanın uğurları, qələbələri mümkündür. Məhəmməd Rəsulzadənin daha bir sözü bu günlərdə diqqət cəlb elədi ki, hökumət üzvü olmaq, parlament üzvü olmaq şərəf yaratmır. Şərəfi yaradan əqidəyə sədaqətli, ideyalara sədaqətli. Bax, bu əqidəyə, ideya sədaqəti Məhəmməd Rəssadə 10 illiklərlə nümayiş etdirib, onun yolunu gedən şəxslər 10 illərlə bu sədaqəti, bu dəyanəti nümayiş etdiriblər və bizim nəslin də borcumuzdur ki, biz bu əqidəyə, bu sədaqətimizi davam etdirək, müsavatçılıq yoluna, Rəssadə Elçibəy yoluna davam etdirək. Mən əminəm ki, bu yol bizi qələbədən qələbəyə aparacaq. Azərbaycanımızın ən çətin problemlərini də bu yolla gedərək həll edəcəyik və arzuladığımız şəraitə, vəziyyətə inşallah tezliklə də çatacağıq. Bu yolda sizlərə və bütün xalqımıza uğurlar, qələbələr arzulayıram. Tanrı Rəsulzadənin ruhunu şad eləsin, bütün istiqlal şəhidlərimizin ruhunu şad eləsin. Tanrı Azərbaycanımızı qorusun.